Ölkə başçısının sərəncamına əsasən bir müddət öncə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramı təsdiqləndi. Mövcud qərarda iş saatlarının dəyişdirilməsi məsələsi də yer alıb. Maraqlıdır, qərar üzərindən 2 aydan çox vaxt keçməsinə baxmayaraq bu yöndə addımların atılmamasına səbəb nədir? News 24 az xəbər verir ki, mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bizim mediaya danışıb. Ekspertin qənaətincə bu o qədər tez əldə edilə biləcək məsələ deyil. Əvvəlcə iri müəssisələr müəyyənləşdirilməli, təsnifatlaşdırılmalı, onların iş rejimləri öyrənməlidir. Xırda müəssisələrdə isə bunu tətbiq etmək mümkün olmayacaq, lakin irilərin sayı çox deyil. Məsələn, neft, nəqliyyat, həyatı təmin edən digər sahələrdə iş dayanmır. Onlar arasında iş rejimini tənzimləmək mümkün deyil. Eyni zamanda bu yalnız iş rejimini dəyişməklə ola bilməz. Əsas tıxac problemini yaradan təhsil müəssisələridir. Onu necə tənzimləyəcəklər? Bunların hər biri kompleks həyat keçirilməsi zəruri olan tədbirlərdir. İş qrafiklərinin dəyişdirilməsi bunlardan yalnız biridir, o vurğulayır. Sahib Məmmədov qeyd edib ki, iş qrafikinin dəyişdirilməsi tıxacların qarşısının alınmasında əsaslı rol oynaya bilməyəcək. Bizdə hazırda çoxmilli kollektivlər yoxdur. Demək olar ki, bir neçə zavodları çıxmaq şərti ilə 4-5 min nəfər insanın getdiyi bir iş yeri yoxdur. Supermarketlər, xidmət sahələri və s. Bu sahələrdə çalışan kəslərə nəzarət etmək mümkün olmayacaq. Sadəcə dövlət orqanlarında bu məsələni tənzimləmək olar.